Hal-hazırda Çində, Şanxayda küçə yeməklərini sizə göstərmək istəyirəm. Nə yeyirlər, ən çox verilən sual budur. Nə yeyirlər? Baxın burada, bax, qoyun əti, inək ətindən göstərirlər. Bu şəkildə, bax, cipsləri, saskaları, ən maraqlısı. Belə dəniz vasıtı var. Sonra gedək biraz daha irəli. Bax, belə kətiyə oxşayan çörəklər qızardıblar. İçində, belə deyim də, daha çox göy göyərtiləri var. Ən çox yeyilən şeylərdən biri də mantılardır. Bu, bilirsiniz ki, bütün Asiyada mantılara çox diqqət edirlər. Burada da toyuq qənədi, toyuğa aid şeylər və də bu nəticə birinci dəfə gördüm. Cücədir, nədir? Bu, yalan deyərəm, bilmirəm. İstəyirsiniz, biraz da içəri doğru gedək. Görək içəridə nələr var. Ən çox yeyilən şeylər dəniz məhsulları. O, ahtapotdur da yəqin ki, o dilimizdə adını təəssüf ki, bilmirəm. Çünki heç maraqlanmamışam, elə kinolardan görmüşəm. Bu şəkildə şirniyyatları var. Qara şirniyyatları, sarı şirniyyatları. Suları bu şəkildədir. Bu meyvələr, doğranmış meyvələrdir. Qarpız, ananas, belə bir çox şey. Burada da oturmadır və oturma yerləri hər tərəfində də xüsusi yeməklər. Çində nə yeyilir sualına baxın, bu şəkildə cavab verirəm. Amma yenə deyirəm, mən özüm müsəlman restoranında yeyirəm. Müsəlman restoranı olmasa yemək yemirəm. Bu da dəniz qabıqlardır. İçində də belə heyvanlar. O ki, deyirsiniz, san, it, pişik, onlara hələ rast gəlməmişəm. Neçə günlərdir Çinliyəm, hələ onlara rast gəlməmişəm. Amma deyə bilərəm ki, ən çox yedikləri budur. Şəkildə.